Ukraynada 4 illik müharibədən sonra ənənəvi artilleriya və tanklar arxa plana keçib. Döyüş meydanında dronlar üstünlük təşkil edir və Volodimir Zelenskinin sözlərinə görə, onlar Rusiya qüvvələrinin gündəlik itkilərinin 80%-ni təşkil edir. Bu barədə T-Telegraf xəbər verir. Zelenski qeyd edib, dronlar cəbhəni sürətlə genişlənən ölüm zonalarına çevirib. Açıq ərazidə olmaq əskər üçün demək olar ki, ölüm hökmünə bərabərdir. Müharibənin əvvəlində mütəxəssisləri və könüllülərdən ibarət aerorazvedka bölməsi əsas rol oynayıb. Onlar Kiyev yaxınlığında Rusiya tank kolonunun qarşısını almağa və Gostomel aeroportunun ələ keçirilməsinin qarşısını almağa kömək ediblər. 3-cü Ordu Korpusundan olan Avstraliyalı könüllü kapelan deyib, biz termal görüntü sistemi ilə təchiz olunmuş dronlardan istifadə edərək düşmən kolonuna 1,5 kiloqramlıq bombalar atırdı. Əvvəlcə həvəskar səviyyədə olan FPV dronlar qısa müddətdə canlı qüvvəni və zirehli texnikanı məhv etmək üçün yüksək dəqiqlikli qurğulara çevrildi. 2023-cü ilin yayına qədər Ukrayna ayda 10 minə qədər dron itirirdi. Bunlara kəşfiyyat PEVAları və birdəfəlik kamikadze dronlar da daxil idi. Lakin ağır itkilərə baxmayaraq, FPV dronlar milyonlarla dollar dəyərində olan tank və zirehli maşınları məhv edirdi. Dron istehsalı artıb. 2024-cü ildə Ukrayna 2 milyondan çox FPV istehsal edib, o cümlədən daha böyük yükdaşıma qabiliyyəti və daha uzun uçuş müddəti olan modifikasiyalar. Kapelan deyir, ən vacib olan sadəcə görünməməkdir. Əgər səni görsələr, səni ovlayacaqlar. Ukraynanın dronları düşmən radio maniyələrindən yayınmaq üçün süni intellekt, fiber optik rabitə və avtomatik hədəfləmə sistemlərindən istifadə edəcək şəkildə inkişaf etdirilib. Stealth dronları pilotla əlaqə itirildiyi halda hədəfi müstəqil şəkildə müəyyən edə bilir. Fiber optik dronlar radio müdaxilələrinə davamlı qalır və Rusiyada bu texnologiyanı genişləndirməyə başlayıb. Hərbi ekspert kapelan deyib, fiber optik dronları necə sıradan çıxarmağı tapana qədər biz zərbələr almağa davam edəcəyik. FPV dronlar əskərləri yavaş hərəkət etməyə, gizlənməyə və improvizə edilmiş sığınacaqlardan istifadə etməyə məcbur edir. Kapelan xatırlayır, yaralı dostumu daşıyırdım və təxminən 800 metr məsafəni qət etmək üçün 6 saat vaxt sərf etdik. Sürünür, gizlənir və ağacların altında otururduq. Eyni zamanda qərb qüvvələri dronlardan istifadəyə uyğunlaşmağa başlayır. Lakin NATO-da onların effektivliyi hələ taktikalara tam inteqrasiya olunmayıb. Təxminən 1200 kilometrlik cəbhə xətti boyunca genişlənən ölüm zonası üzərində hər gün minlərlə dəqiq dron uçur. Onların hər biri cəmi bir neçə $100 başa gəlir. Onlara daha uzağa uça və daha ağır yük daşıya bilən, daha güclü dronlar da qoşulur. Səmadan gələn daimi təhlükə qoşunların rotasiyası, təxliyə əməliyyatları və tank hücumları da daxil olmaqla demək olar ki, hər cür hərəkəti getdikcə daha ölümcül edir. Bu ay dərc olunan French Institute of International Relations hesabatına görə, dron zərbələri nəticəsində itkilər 2022-ci ildə ümumi itkilərin 10%-dən az olduğu halda, ötən il 80%-ə qədər yüksəlib və müharibənin böyük hissəsi qarşılıqlı inkar hava döyüşünə çevrilib. Britaniya və Fransa paraşütçüləri münaqişə bitdikdən sonra İstəkli Koalisiyası adlanan qüvvələrin Ukraynaya göndərilməsi ehtimalına hazırlıqları tamamlayıblar. Bu barədə Daily Telegraph qəzeti xəbər verib. Qəzetin məlumatına görə 600-dən çox Britaniya paraşütçüsü fransız və İtalyan hərbçilərinin dəstəyi ilə Britaniyada təlim əməliyyatı həyata keçirib. Bu, 24 fevralda başlayan və təxminən 2000 əskərin iştirak etdiyi 9 günlük Orion təlimlərinin bir hissəsi olub. Qəzet hazırlıqların tamamlanması iddiasını dəstəkləyən sübut təqdim etmir, lakin qeyd edir ki, Britaniya silahlı qüvvələrinin qüvvəsi təxminən 70 min nəfərə çatıb ki, bu da son 200 ildə ən aşağı səviyyədir. Nəşr həmçinin bildirir ki, Baş nazir Keir Starmerə xəbərdarlıq edilib ki, lazım gəldikdə Ukraynaya göndəriləcək bir briqadanın tam heyətlə təmin olunması üçün Estoniya və Kiprdən əskərləri geri çəkmək lazım ola bilər.
Rusiya qarşısını almaq baxımından ciddi bir qarşıdurmanı, coğrafi baxımdan məhdud formada və miqyasda bir münaqişəni davam etdirmək üçün əlavə 3-5 ilə ehtiyacımız var, deyə Müdafiə Nazirinin müavini Alistair Cairnes qəzetə bildirib. Reallıq odur ki, bizim qüvvələrimiz İstəməz 1990-cı illərdən bəri bir çox baxımdan dəyişməyib, o etiraf edib. Paris yaxınlığındakı Orleans Bridge hava bazasında Fransız komandanlığı altında Britaniya kəşfiyyat bölmələri və paraşütçülər Saint-Cyr-Cotquaydan təlim sahəsində gizli eniş həyata keçirib. Simulyasiya edilmiş hava hücumundan müdafiə obyektlərini neytrallaşdırıb və ikinci paraşüt piyada taburunun da daxil olduğu əlavə qüvvələr üçün eniş zonasını işarələyiblər. İtalyan paraşüt bölüyü də ssenaridə iştirak edib, bundan sonra RAF A400M təyyarəsi ehtiyatları çatdırıb. Fransız general Renaud Ronde deyib ki, bu təlimlər yeni konsepsiyaları və texnikanı, xüsusilə hibrid rabitə şəbəkələri və dron inteqrasiyasını sınamaq üçün vacibdir və sürətli yenilik və adaptasiya döyüş üstünlüyü üçün əsasdır. Britaniya Müdafiə Nazirliyi əvvəllər xəbər vermişdi ki, Ukrayna üçün nəzərdə tutulmuş 70 nəfərlik çoxmillətli qüvvələrin qərargahı istəkli koalisiyanın münaqişə bitdikdən sonra Ukrayna ərazisinə göndərilməsinə hazırlıq işlərinə başlayıb. Müdafiə naziri John Healey bildirib ki, Britaniya ordusu və hava qüvvələrinin heyəti Ukraynaya göndərilməyə hazırlaşır. O, bu məqsəd üçün artıq 200 milyon funt sterling, təxminən 270 milyon dollar vəsait ayrıldığını açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski yaxınlarda bildirib ki, Britaniya və Fransa hər biri təxminən 5000 əskər göndərməyi öhdəsinə götürüb. Lakin Britaniya belə döyüş hazırlığında qüvvələri toplamaq çətinliyi ilə üzləşir. Ordunun sayı 70 minə qədər azalıb ki, bu da son 200 ildə ən aşağı səviyyədir. Rəsmi şəxslər xəbərdarlıq ediblər ki, hədəfə çatmaq üçün Estoniya və Kiprdən əskərlərin köçürülməsi və tam silahlanmış bir briqadanın formalaşdırılması lazım ola bilər. Silahlı Qüvvələr Naziri Al Cairns bildirib ki, Britaniyanın böyük dövlətlə qarşıdurmaya qədər təxminən 3-5 ili var və ordunun 10 illiklər ərzində məhdud struktur dəyişikliklərindən sonra daha sürətlə modernləşdirilməsinə ehtiyac var.